Hörmətli Xaçmaz sakinləri, çoxdan gözlənilən gün yaxındadır. Şəxsiyyətlər Muzeyi ərazisindən keçən çoxdanıncı illərdə istifadə olunan yol yenidən açılacaq. Yenidən qurma işləri görülüb Şəxsiyyətlər Muzeyində. Gördüyünüz kimi bütün heykəllər yerindədir. Mərkəzdən isə bu park tikiləndə bağlanan yol yenidən açılıb istifadəyə verilməyə hazırdır. Bu isə yəqin ki velosiped yoludur burada, velosipedçilər üçün. Dekorativ belə ağaclar əkilib hər iki tərəfdə. Bu Heydər Əliyev küçəsidir. Gedir birləşir qabaqda Nəriman Nərimanov Bəylik prospektinə. Yeni oturacaqlar da qoyulub. Yəqin ki Novruz bayramına kimi artıq sakinlərin istifadəsinə verilər. Burada mərkəzdə fəvvarə var idi. Onun yerində də o fəvvarənin yerində fəvvarənin yeri deyil ora. Fəvvarə burada mərkəzdə idi. Yoxsa elə oradaydı. Bax, həmin yerdə isə piyada keçidi qoyulub. Tamet daşlarla döşənmiş piyada keçidi yolun səthindən biraz hündürdür. Yəni buradan keçəndə mütləq ki avtomobillər sürəti azaldıb keçməlidir. Ümumiyyətlə, yəni burada yüksək sürətlə avtomobil idarə etmək olmaz. Parkdır, insanlar burada istirahət edəcəklər. Oğul uşaq olacaq. Bax, bu da piyada keçidi. Maraqlı. Uzun illər idi bura bağlıydı. Nəhayət açılacaq. Yolunuz həmişə açıq olsun. Əsas da burada yeni işıqlar quraşdırılıb. Çox az iş qalıb. Son tamamlama işləri və yəqin ki, Novruz bayramına kimi artıq sakinlərin istifadəsinə veriləcək.